Salam, hər vaxtınız xeyir olsun. Biz bugün yeni evimizə yeni kuxnamızı çəkəcəyik. Bizdə kuxna böyük olduğuna, kuxnamız belə böyük alınıb, belə zakaz eləmişdik. 9 metr gedir uzunluğa. Hündürlüyü də hündürdür. Yuxarıda biz yer saxlamamışıq. 3 sm yuxarıda yer qalıb. Ona görə ki, elə istəmədik ki, yuxarıda yer qalsın. Mebelimizi biz belə zakaz elədik. Yuxarısı plyama gəlir. Belə. Aşağısı da yenə belə. Mən rakvinanı belə zakaz elədim. Bir tərəfində yumağa, bir tərəfində yaxalamağa. Rakvinanı, bir də qaz piltəsini belə qara götürdüm. Kuxna özü ağ olduğuna. Bir də qaşıqla borun, bıçaqla borun yenə belə qara götürmüşəm. Tok çaynikin. Bir də belə çaynik. Belə götürdüm. Başqa yenə çaynik götürəcəm, belə dəm çaynikə. Onlara uyğun. İndi hələ onu almamışam. Yağ qablarım. Bir də priprava qablarım da belə. Bunları hamısını yığmışam belə. Burada yenə artıq qablardır. Hələ yerləşdirməmişəm. Ət maşınıdır, blenderdir. Yenə bir nabor almışam belə. Bura çay tökmüşəm, bura duz, bir də düyü. Yenə bir belə nabor götürdüm. Çox xoşum gəlir bu nabordan. Elə bil ki, bir böyük götürmüşəm. 2 dənə belə. İçərisinə konfet də qoya bilərsən, nə istəsən, ləpə də qoya bilərsən, nə istəsən qoya bilərsən. Bunlara da pirojnazad, nə istəsən yenə qoya bilərsən. Çünki bu qablardan mənim çox xoşum gəlir. Bu da daskalardır yenə. Belə bu qızılı qablardan çox xoşum gəlir. Ona görə də yenə bir nabor belə yığdım. Elə bil ki, yenə burada meyvə də qoya bilərsən, pirojnalar da, nə istəsən, paxlava, şəkər bura, nə istəsən qoya bilərsən. Belə bir qab götürdüm. Bir dənə salfetka qabı götürdüm, belə salfetka üçün. Belə ləpə qabları götürdüm, belə. İçərisinə yığmışam ləpə. Yenə burada nə istəsən yığa bilərsən. Mən indi belə ləpə qabları hazırladım bunu. Belə bir meyvə qabı götürdüm. O da çox xoşuma gəldi. Duz qabı, istiot qabı belə. Mən bunları ayrı-ayrı yığıb naborlaşdırmışam. Yenə belə bir qab götürdüm. Burada nə istəsən yığa bilərsən, pripravalarını. Mən bal, pəsox belə yığmışam bura. Yenə bir belə stol. 6 dənə də belə stol götürdük. Çox belə yaxşı, necə deyim, rahatdır bunlar. Bu stolumuzun uzunluğu 2 metrə 40 santıdır. İndi biz yığılıdır belə. Açanda elə bil ki, 2 metrə 40 santa olur. Yığılanda 2 metrə. Biz indi yığmışıq. Evə qonaq gələndə, evdə adam çox olanda açacaq inşallah.
Mebelimizdə gözlər belə elə bil ki çoxdur. Nə istəsən bura yığa bilərsən. Yuxarısında da yer var. Mən indi əlim çatmır göstərməyə. Bura mən biraz dəsmallar yığmışam, əl dəsmalları. Daha göstərmirəm. Yenə bura qablar yığmışıq. Belə yüngül qablardır. Çünki mən artıq qablar qoymadım kuxnada. Nə lazımlıdır onu yığmışam. Yenə bura mən 2 dəst nabor götürdüm. Elə bil ki, necə deyim, abedin kimi də belə stalovu nabor götürdüm. Hərəsində 32 predmetdir. Elə bil ki, bura yığmışam. 6 dənə belə böyük tarelkadır. Belə. Özü də bortikləndir. Çox gözəl nabordur. Çox xoşum gəldi bundan da. 6 dənə belə tarelkadır. 6 dənə belə tarelkadır hər naborda. 6 dənə supniçadır. 6 nəlbəçidir belə. 6 dənə də fincandır. Hər naborda da yenə 2 dənə belə qabdır. İçərisinə də nə istəsən yığa bilərsən süfrəni hazırlayanda. 2 dəst naborda 4 dənə belədir. Hərəsində 2-2. 12 dənə böyük tarelkalardır. Belə. 12 dənə belə tarelkadır. 12 dənə supniçadır. Bunların da hərəsindən yenə 12-12. Bunları da bura yığmışam. Yenə bura başqa stəkanlar yığmışam. Yuxarıda 6 dənə o nabordur. Vareniya, konfet nə istəsən yığa bilərsən. 6 dənə də belə marojni üçün. Yenə nə istəsən yığa bilərsən ona da. Başqa belə qablardır hamısı. Belə yığmışam bura. Bu da bir dənə alifka içində belə. İçərisinə alifka yığmağa. On 12 dənə belə stəkandır. Bu stəkanlardan çox xoşum gəlir. Azərbaycandan istədim gətirəm. Gətirə bilmədim. Aeroportda sındırdım, qaytardım dala. Sonra gəlib burada mağazində baxdım. Gördüm ki, var burada. 12 dənə belə aldım. 12 dənə armudu stəkandır. Bir də nəlbəkilərdir belə. Armudu stəkanın ki, bunlardır. Bunlar da bu stəkanlara gedir yaxşı belə. Çünki mən çox xoşum gəlir belə stəkanlarda içməkdən. Buranı da belə yığdıq. Yuxarılar boşdur, çünki yuxarılara hələ heç nə yığmamışam. Belə gedir yuxarılar. Burada pripravaları yığmışam belə qablarda. Qaragöz lobyadır, noxuddur. Şimdi nə lazımdır, hamısını belə yığmışam. Drojdur, razrıxliteldir, nə lazımdır belə kuxniya, hamısını belə yığmışam.
Yine burada göz var belə böyük. Burada ne istəsən artıq şeylər belə yığa bilirsən. Daha açmıram buranı. Bu gözünə də belə yine artıq şeylər yığmışam. Elə bil ki, bunu da 2 dəst götürdüm. Kompotsun, sokçun. Yine qızılı belə xoşum gəldiyinə belə nabur götürdüm. Düzü mən uşaqların heç birinin xoşu gəlmir. Nə balalarımın, nə gəlinimin. Belə qızılı qablardan xoşları gəlmir. Özü mən çox xoşum gəlir. Bunları da bura yığmışam belə. Burada belə yine bunları yığmışam. Artıq qabları. Yine bunları qaldırmışam, yığmışam. Elə bil ki, 2 dənə tok samavarıdır. Durub elə işlətmirəm, almışam, heç işlətməmişəm durub ikisi də. Sokovıcmalkadır, sok çəkməyə. Başqa yeni qablardır artıq. Yine bunları bura yerləşdirmişəm belə. Bura mən qaşıq dəsin yığmışam. Çünki hələ qaşıq üçün zakaz eləmişik, Valveresdə gəlməyib. Mən istəyirəm ki, bura bir dənə alım, böyük belə. Yəni, hər şey içinə yerləşsin. Belə. İnşallah gələr, onu da yığıb burada yerləşdirərik. Bunları da bura yığmışam. Yine altında başka naborlarımı bura yığmışam. Bıçaq naborlarıdır yine. Bunlar da bura yığmışam belə. Burada yine zakaz eləyəcəm içərisinə yığmağa. Burada belə əlimə xırt kuruşun yığmışam. Kuxnaya nə lazımdır belə. Salfetkalardır, paketlərdir. Opşumda kuxnaya nə lazımdır? Hamısını yığmışam bura belə. Yine aşağıda bir gözdür. Burada belə qabları yığmışam, pilimin qabları, nə bilim. Opşumda yine tərəzidir, nə lazımdır yine kuxnaya. Yine burada yerləşdirmişəm. Burada belə yerləşdirmişəm yine. Mantıvarkadır. Başqa yine əldə işlənən qablardır. Piroqlar üçün qablardır. Hamısını belə yığmışam bura. Padnoslardır, taxtadır. Yine bura yerləşdirmişəm belə. Biz belə bir xaladelnik götürdük. Mən texnikaların hamısını Hayr firması seçdim belə. Mən reklam eləmirəm, çünki məndə ispat pişik də azdır. Çünki bu firmadan mənim çox xoşum gəlir. Xaladelnikimiz 2 qapılıdır belə. Mikrovalnovkanı da belə götürdüm. Yine başka mikrovalnovka var idi. Bu kuxnaya getmədiyinə onu qoymadıq bura. Belə mikrovalnovka götürdük. Hər tərəfini tutsun belə örtülə. Çox
necə deyim, işlətdim. 2 dəfə işlətmişəm, çox yaxşıdır. Maşallah. İstirallı maşını biz bura yığdırdıq kuxnaya. Çünki belə. Hamamda yer az olduğuna, yer az deyil, biz hamamda da başqa leşlər olduğuna, ona görə bura qoydurduq istiralını. Canlı məndə qurudur, həm də qurudur da suşka iləndir. Belə. Yenə belə qırağında belə yer hazırlatdırdıq. Çünki belə paraşoku, hər şeyi nə lazımdır bura yığmağa. Mebelimizin burasında da yağ qoymağa da yenə belə. Düzəltdirdik, hazırlatdırdıq. Bizdə elə bil ki, kuxna belə gəlir. Necə deyim? Belə. Böyükdür, kuxnamız çox böyükdür. Belə. Orada hələ işıqlar taxılmır. Oranın başqa işıqlar da taxılacaq, ona görə biraz qaranlıqdır. Kuxnadan da çıxırıq belə. Qonaq otağıdır. Burada hələ heç nə almamışıq. Divandır, nə lazımdır almamışıq. Bir yerinə belə palas sərmişəm. Uşaqlar qoymur, deyir palas sərmə. Ona görə ki, yer töklü poldur, isti pol. Biraz nəvələrim gələndə oynamağa. Deyirəm ki, belə üzərində yenə oynayarlar da ona görə. Güllərimi də belə yığmışam. Qəşəng. Buradan da çıxırıq. Elə bil ki, bura kuxnadır. Kuxnadan çıxırıq. Qonaq otağıdır bizdə. Buranın inşallah gələcəsinə böyük divan qoyacaq, televizor, bir də jurnallı stol. Başqa heç nə yerləşdirməyəcək. Buradan da yenə gəlirik, belə koridordur. Koridordan gəlirik belə. Həyətə çıxmağa belə qapıdır. Həyət hələ düzəlmir, çünki biz bir həftədir köçmüşük bura. Qonşularımız da burada elə bil ki, hamı təzə binədir da. Buradan da giririk kladovkaya. Kladovkada mən o birki xaladelnikimi qoymuşam. Əvvəlki xaladelnikimi. Çünki kuxnaya xaladelnik aldıq. Əvvəlki xaladelniki mən bura qoymuşam. Marazelnikimi də buraya qoymuşam yenə. Məndə belə marazelnik də var. Yerdə də başqa beşlər olduğuna, çünki hələ hazırlanmıb, rahatlamamışıq heç nə. Ona görə yeri çəkmirəm. Yenə çıxırıq buradan koridora. Koridordan da gəlirik. 3 dənə yataq otağıdır. Bu hamamdır, bu da tualet. Yataq otaqlarını açmıram, hamamı da. Çünki remont olunub, özü içərisinin hələ mebellər o qədər də hazır deyil. Dedim, biraz çəkim. Yenə maraq verər də kiməsə. Belə. Elə bil ki, mənim evdə ən çox xoşum gələn yer kuxnadır. Çünki mən kuxnanı çox xoşlayıram. Hazırlamağı da. Burada elə bil ki, belə jaluzi vurmuşuq, belə. Ki, həyət görünməsin də, həyətdən içəri görünməsin. Çünki hələ zaborumuz hazır deyil. Ona görə belə.
Burada da elə bil ki, qazan naborlarımı yığdım belə. Xəmir yoğurmağa belə yenə qab aldım 2 dəst. Başqa bir dənə belə skavarotka aldım. Çox ağır qəşəng skavarotkadır. Nə yandırmır, nə heç nə. Məndə belə bir tava var idi. Belə bir qazan da aldım. Elə bil ki, 2 tərəfli qazandır. Nə istəsən bişirə bilərsən. Çünki bundan da çox xoşum gəlmişdi. Belə. Bir tərəfində kələm dolması, bir tərəfində yarpaq dolması ya da sousla belə dolma. Nə istəsən hazırlaya bilərsən də belə. Bu qazandan da çox xoşum gəlmişdi. Yenə bunları da naborlaşdırdım belə. Belə bir dənə aldım aş süzməyə. Bir dənə də belə yenə qazan, suqun. Yenə bunları da naborlaşdırdım belə. Düzdür, firmaları başqadır. Hərəsi başqa firmalardır. Özü yenə bir-birinə, necə deyim, oxşadılar da, yəni. Mən söz də tapıb deyə bilmirəm, ona görə ki 30 ildən çoxdur biz burada yaşayırıq. Sözlər də necə deyim, yadımdan çıxırdı. Yadımdan çıxmır, ana dilini biz heç vaxt itirmərik, yadımızdan çıxmaz. Özü danışıq tərzini elə bil ki biz itirmişik burada. Sözü tapıb gətirincək çətinlik çəkir adam belə. Bir dənə də belə skavarotkadır, tifal. Bunu duxovkanı alanda içərisində bunu padarik vermişdilər, belə. Qazanlarımızı da yığaq yerinə. Qazanlarımızı da yığdıq belə skavarotkalarımızı. Elə bil ki bizdə burada yenə bir polka olmalıydı. Qoymublar polkanı. Demişik gətirib qoyacaqlar. Burada bir polka qoyulsa qazanlara ayrı, skavarotkalara ayrı yığarım. Şimdi bizdə kuxna belə alındı. Yenə belə bişirəndə buradan havanı çəkməyə bunu da qoydurmuşuq bura. Allah qurban olum Allaha, hər kəsə ev işi qismət eləsin. Hər kəsə can sağlığı, ən birinci can sağlığıdır, can sağlığı qismət eləsin. Mənim balalarım da, nəvələrim də onun içində. Allah hər kəsi var eləsin, bizlər də onun içində. Hər kəsin süfrəsi xeyri açılsın, şadlığı açılsın, həmişə evi qonaqlı qaralı olsun. Şükür Allah'a bizim evimiz qonaqlı qaralıdır. Sağ olun, sağlıqla qalın.